Tədbirimizdə gözəl bir insan, ictimai xadim, sosial dövlət naminə İctimai Birliyinin sədri Faiq Əhmədov iştirak edir. Sözü böyük məmnuniyyətlə Faiq müəllimə təqdim etmək istəyirik. Salam əziz dostlar, əziz qonaqlar, hər birisi sənqiyatlarını salamlayıram. Öz adından eyni zamanda rəhbər olduğum Sosial Dövlət Naminə İctimai Birliyinin yüzlərlə, minlərlə üzv olan bütün kollektiv adından İnanmaqla dəvət edildiyə görə təşəkkürümü bildirirəm sizə. Mən də sənqiyatlarını təbrik edirəm. Ömür, möhkəm, can sağlığı arzulayıram. İstəyirəm burada şairlər, yazıcılar, hər kəs öz sözü deyir, öz fikirlərini söyləyir. İcazə verirsə mən də deyir. Bilirsiniz ki, mən ictimaiyyətçi olmağıma baxmayaraq, eyni zamanda bir çox qədərlərin müəllifiyəm. Bir balaca bir kiçik bir qədərimi söyləmək istəyirəm burada. Deyir gözləyirəm. Anır bu stat salamıdır. Üzən gəl. Açacağım daha. Gözləyirəm, bilmirəm, yar gələcək, gəlməyəcək. Gün gedir gözlərimə, kör gələcək, gəlməyəcək. Xeyli yoxsul uzanıb evdə ölür ərmansız, görəsən yoxsula ərman gələcək, gəlməyəcək. Dedim ki, salana gəl, oxuyum bu qədəri, dedi gəldim, nə bilim, saz gələcək, gəlməyəcək. Bu dünya sanki elə bir ki, gözəlsiz dağılır. Bəs görəm, inşasına yeni mimar gələcək, gəlməyəcək. Dedilər Faik, bu dünyaya sahib hər zaman gələcək. Dedim, gələcək, məsələn aşkar gələcək. Gələcək, gəlməyəcək. Çox sağ olun, təşəkkür edirəm. Mən təbii ki, qədərlərim, şeirlərim çoxdur, yəni sosial şəbəkələrdən oxuyursunuz, yəqin bilirsiniz. Sadəcə bir kiçik bu qədərlərdə dediyimə görə icazə təşəkkür edirəm. İnanmıyorum, çox dəyərli bizim üçün, bizim ailə üçün dəyərli insandır. Mənim qardaşımla da bütün dostu bildiyimə görə çox gözəl ziyalıdır. Mən sizdən bunu duyuram, tanıdığıma görə bu gün əyaniz bir büyüdü tanıdıq yaxından. Buna görə təşəkkür edirəm və Sosial Dövlət Naminə İctimai Birliyinin adından Qarabağ, Azərbaycandır fərqli diplomunun eyni zamanda Qarabağ Azərbaycandır mükafatını təqdim edirik vəzifəsilə. Buyurun. Və icazənizlə Qarabağ Azərbaycandır medalıdır, içərisində binaların özü adıdır, soyadıdır, yazılır. Binaların Qarabağ Azərbaycandır. Turan eller var olsun, Tanrı Türk'e yar olsun. İnşallah, maşallah. Mən bir şeirim var, əyil qardaş, sal boynunun qolunu, kəsənməz də qoca Türk'ün yolunu. Tutduğumuz yol Atatürk'ün, Heydər Əliyevin yoludur. Getdiyimiz yol haqq yoludur. Haqq yolundan bizi Allah-Taala ayırmasın. Bizim ən böyük məqsədimiz ölkəmizdə Cənab Prezidentimizin apardığı sosial siyasət bir mənalı şəkildə dəstəkləmək, onun siyasətinə dəstək olmaq, əlimizdən gələn imkanlar daxilində, imkanlar sayəsində əlimizdən gələn xalqımız üçün, millətimiz üçün, dövlətimiz üçün, az təminatlı insanlar üçün əsirgəməməkdir. Biz Sosial Dövlət Naminə İctimai Birliyi olaraq bu günə qədər bir şəhid ailəsinə ev bağışlamışıq, 2 otaqlı, bir qayıda 3 otaqlı ev tikdirmişik və minlərlə az təminatlı insanlara ərzaq yardımları vermişik, sayı yox, hesabı yox və yüzlərlə də insanı işlə təmin eləmişik. Bu mənim sosial şəbəkələrdə, Facebook səhifəmdə var. Əgər canlı tanış olmaq istəsəniz, girib baxa bilərsiniz. Məşədi Faiq Əhmədov bizim bu danışdıqlarımız, dediklərimiz sözlərində deyil, real həyat üzərində qurulub. Biz sözlərində iş görmürük. Bu gün
Bunları deməkdə məqsədim özümüzü ucuz reklam etmək deyil, saytda istəyirəm. Xalqımız da bilsin ki, bizim məqsədimiz Heydər Əliyev yolun məqsədidir. Bizim məqsədimiz, ideyalarımız, arzularımız böyükdür. Çalışırıq ki, üzümüz hər zaman zirvələrə doğru olsun. Minnətlərim, təşəkkür edirəm. İnanıram ki, binalı bundan sonra bizim təşkilata qoşulacaq. Söz verib qoşulacaq inşallah. Bizim təşkilata qoşulmaqdan çəkinməyin. Siz xeyir taparsınız ki, ziyan tapmazsınız. İnanın, ən böyük məqsədim odur ki, öz əxlaqımızla, tərbiyəmizlə, mədəniyyətimizlə, etiqamızla, estetikamızla çalışaq hər zaman xalqımızın, millətimizin, dövlətimizin yanında olaq. Bizim başqa niyyətimiz yoxdur, başqa fikrimiz yoxdur. Biz siyasətlə məşğul olmuruq, bizim siyasətlə məşğul olmaq fikrimizdə yoxdur. Cənab Prezidentimiz İlham Əliyev özü 2020-ci ildə seçkilər zamanı ilk sesiyasında, Milli Məclisin ilk sesiyasında demişdi ki, Azərbaycan sosial dövlətdir. Bizim attığımız bütün addımlar bunu təsdiqləyir. Biz də Cənab Prezidentimizin həmin sözünə inanaraq, güvənərək biz ölkədə bir sosial dövlət naminə ictimai birliyi yaratdıq və o yolla da gedirik. İnanırıq ki, bundan sonra da Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi Azərbaycan sosial dövlət olaraq qalacaq və attığı bütün addımlarla bunu təsdiqləyəcək. Biz də onun o təsdiqlədiyi addımlarla irəliləyəcəyik. Təşəkkür edirəm, minnətdarım. Çox sağ olun, Fatma. Təşəkkür edirəm, minnətdarım. Allah sizə eləsin.